Hər birinizi salamlayıram dostlar, kanalımıza və videomuza. Xoş gəlmisiniz. Başlıqdan da gördüyünüz kimi bu gün atama əsəbləşdirəcəm. Yəni atama qışqırtma videosu çəkirəm. Belə videoların davamını istəyirsinizsə videomuza like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. Bu videoya 1000 bəyəni gəlsə, 1000 bəyəni. Bu tip videoların davamı gələcək, qışqırtma videolarının. Həqiqətən çox həyəcanlıyam. Deməli necə olacaq? Yəni statusumda tək atam izləyə bilir. Statusumda paylaşacağam ki, yəni əlimdə siqaretlə şəklimi paylaşacağım. Oha, ne diyor? Yalnızca əlimi, yəni üzüm yox. Üzümü paylaşsam bilirəm ki, daha da nerv olacaq, əsəbləşəcək. Əlimi paylaşacağam həyətimizdə. Özü də əlimdən tanıyacaq mən olduğumu. Baxın, qıraqda görürsüz. Bax bunu eynən statusumda paylaşacağam. Aşağısında da bilmirəm, maraqlı bir, mənalı bir söz yazaram. Tək atam izləyəcək və reaksiyası mənə çox maraqlıdır. Çox uzatmadan keçdik videoya. Xoş izləmələr, xoş. Senin kafanı Sonun bilinmir də nə olacaq. Bu videonu paylaşa bilməsəm, nəysə. Siqaret çəkməyi heç kimə tövsiyə eləmirəm. Çəkməyin, yəni sağlamlığa ziyan vurur. Həm cibə ziyandır, həm sağlamlığa ziyandır. Mən də çəkmirəm. Sadəcə video üçün əlimdə tutmuşam. Vəsə. Mən bulanıq qoydum. Çünki bulanıq statusda bulanıq paylaşmıram əslində. Sadəcə burada bulanıq elədim ki, YouTube birdən siqareti də problem bilər. YouTube-da var axı elə şeylər arada qatığlayır. Baxaq görüm, həqiqətən çox həyəcanlıyam dostlar, çox. Barmaqlarımı falan da çəkmişəm ki, atam məni tanısın, bilsin ki, mənəm, yəni mən çəkirəm. Altında bir də mənalı söz yazacağam. Əllərimiz gül qoxan, əllərimiz gül qoxan vaxtında, əllərimizin gül qoxan vaxtında, əllərimizin gül qoxan vaxtında, birinci sinif şagirdiyəm elə bir. Əllərimizin gül qoxan vaxtında siqaret qoxur. Əllərimiz siqaret qoxur. Əllərimiz siqaret qoxur. Paylaşdım getdi. Necə ürəkli oğlanım mən. Tabii canım. Paylaşdım getdi. Baxa görüm atam nə deyəcək. Qorxuram açığa biraz. Sıfır baxış. Hal-hazırda sıfır baxış dostlar. İçimdə qəribə hisslər var. İmkan vermirlər, qarşı video çəkilməli yazırlar. Senin kafanı Ay yazma. Dostlar belə bir şey eləyim. Atamın özünün baxmasını istəmirəm. Özüm yazacağam. İlk növbədə salam yazacağam. Necəsən yazacağam. Sonra da bilmirəm də nələr olacaq. İnsan ölüb getsə də yaşayır adı. Salam ata. Necəsən? Oy da çox tema bir video olacaq da bu. İnternetin niyə bağlıdır? İnternetini açdı. Yəni İnternet açıqdır gördüyümüz kimi. Baxa görüm nə olacaq. Statusuma baxıbsa lap pis olacaq. Nəysə statusumuza baxmayıb hələ ki. Bu videoda qurma falan yoxdur. Yazım ki statusuma bax, amma mənə bağışla. Yox, nəysə çox drama yaratmayaq. Bak biz salağa salak deriz. Yoxsa hələlik videonu saxlayıram. Atam cavab yazanda statusuma baxanda yenidən videonu qeydə alacağam. Hələlik. Birazdan. 12 dəqiqədir ki gözləyirəm. Yəqin ki iş var. Hələ heç nə yazmayıb, statusumuza da baxmayıb. Amma baxsa çox tema olacaq. Baxdı. Baxdı dostlar. Dostlar statusuma baxıb indi sizə ekran paylaşacağam. Yazıb ki salam sən necəsən? Şükür Allaha yazıb. Həmişə yaxşı olasan. Mən sənə bir şey deməliyəm. Deməliyəm. 3 aydır deyə bilmirəm. Dostlar, şov başlayır. Statusuma da baxım yəni. Baxmısan. Məncə bilirsən. Statusuma baxıb yəni anlamayıb heç nə. Oydu bu cür bir video çəkəcəyim ağlıma gəlməzdi. Görün bir nə deyir. İnanmasa nə? Oydu bir dənə şəkil atacağam buna.
Dosta şəkli atdım, indi görün nə deyəcək. Hələ nə olduğunu anlamayıb, niyə anlamayıb bilmirəm. Şok olub indi. Oydu, mən nə etdim ola? Əsəbləşdi vəsə. Görün bir nə deyəcək. Bu arada videoda 1 qram belə qururma bir şey yoxdur. Qabaqcadan mən atama deyə bilmərəm ki, belə bir video çəkəcəm falan. Necə olur? Necə olur ya bu? Yazacağım gülməli deyil ata. Acı həqiqətdir. Necə olur ya bu? Gözlə bir dənə gözlə. Evdə əlimdə siqaret falan paylaşacağım. Ay ya, neynədim ola? Sigareti tullamışam, yoxsa ağzımda bir dənə şəkil çəkərdim bunu. Tabii canım. Helal olsun ulan. 3 aydı. Yazacağım ki inanmırsan, inanma. Amma bu həqiqətdir. Niyə əsəbləşmədi? Niyə əsəbləşmədi görəsən? Yazır. Olsun yazıb nüş olsun. Çox sağ ol. Amma tərk etmək olmur. Beynimdədir ancaq. Atam bu cür danışmağına baxmayın, atam çəkmədiyimi bilir. Həqiqətən də tutub temanı ki video çəkəcəm. Hal-hazırda beyni gedib ucu yəni. Senin kafanı Niyə əsəbləşmədi? Mən video çəkirdim. İstəyirdim əsəbləşsin, zəng gələsin, nə bilim. Axşam alaram sənin üçün. Axşam mənim üçün alacaq. Lazım deyil. Onsuz da az çəkirəm. Həftədə dəfə falan. Onu da 20 qəpik verirəm. Ya da ki fırladıram. Tərsinə oldu. İnanmır. Bilirəm ki inanmır. 100% nəsə tutub ya da qabaqcadan bəlkə də anam deyib bilmək olmur. Vant çəkirəm. Vant siqaret adıdır bu arada. Onu yazmışam ki vant çəkirəm. Yazdım ki hamısını dostum elədi. Hamısını dostum elədi. Görə nə yazdılar? Belə video olmur axı, belə qışqırtma olmur. Niyə ucuz? Stushni yazdım, yəni ki dənə. O mənada deməkdir, stushni. Elə belə yazdım yəni. Elə dillərdə atamın başa düşəcəyi dildən danışıram. Amma ki atamın elə bir xasiyyəti var ki, məni çox yaxşı tanıyır, çəkmədiyimi də bilir. 100% qabaqcadan bilir ki, belə bir tema olacaq. Görək nə deyir. Mən gül kimi video çəkirdim axı. Yaxşı olsun, işim var. Yazdım ki inanmadın. Çəkən yerdə video atım gərək. Bu arada video əyləncə məqsədidir yəni burada. Atam da çəkmədiyimi bildiyi üçün belə danışır. Bu əlbəttə yəni göz qabağındadır. Hələ də like atmamışsınızsa like atın. Məsələn yazmadı, deyəsən yaman beyni çönüb. Burada yazmışdım ki, ona da 20 əpi verirəm ya da ki fırladıram. Vant çəkirəm, hamısını dostum elədi. Yazıb niyə ucuz? Elə bil ki paçkasını 20 qəpik alıram. Birdən əsəbləşir falan olar. Beynində nəsə fikirləşər. Yazım ki inanma. Çünki siqaret mənim deyildi.
Belə olacağını düşünmürdüm. Niyə belə oldu ki? Niyə əsəbləşməli? Özgə vaxt elə əsəbləşir ki, indi biri desə ki, siqaret çəkib baxın necə əsəbləşir. Mən dedim deyə əsəbləşmədi. Siqaret çəksən belə valideynin nəyinə lazımdır ki? Valideyn tərbiyə verir sənə, o sənin özündən asılıdır. Bitdi video qaqaş. Sağ olun, sevilirsiniz. Abunə olun, like atın. Belə qəşəng videolar gələcək. Bir müddət sonra. Bu arada dostlar, sonradan statusuma yanlış verdi ki, bura ağıllı bir şey qoy. Mən də yazdım ki, mənim ağlım elə bu baş ağrı gətirən ilk siqaretdir. Çətin oxudum biraz, amma ki oxudum. Deyəsən əsəbləşib biraz ki, statusda falan paylaşmışam. Daha bilmir ki, tək özü baxa bilir. Gərək həqiqətənmi çəkim video atım buna, inansın. Biraz əsəbləşsin də, xoşuma gəlir əsəbləşəndə kimsə. Ay elmətdin, adam balassan, insan balassan. Nəysə, bir daha sağ olun. Sevilirsiniz. İnanma deyə inanan deyil onsuz da. Heç bir zaman. Çünki bilir də tanıyır məni. Lampa da paz oldu deyə